Dostlar, az önce Biləcəriyə bir yaşlı nənə gətirdim, düşürdüm. Minəndə Hacı Şahın xütbəsinə qulaq asırdım. Yolda gördüm nənə ağlayır. Özüm pis oldum. Da xütbənin səsini aşağı elədim. Nənə dedi, dəymə, qoy oxusun. Deyib, danışsın. Sual soruşdum, nənə, niyə ağlayırsan? Nəsə bir köməyimiz dəyə bilər. Deyim, mənim bir yoldaşım var idi. 5 il bundan qabaq ürək tutmasından rəhmətə getdi. Üstündən bir il keçmişdə oğlum deyir, qəzaya düşdü. Deyir, getdim hacının yanına ki, dolana bilmirəm, çətindir vəziyyətim. Deyir, hacı hər ay bizə kömək eləyərdi. Ya ərzaq, ya produkt. Hər ay bir nəfərlə göndərərdi, deyir, ya özü deyir, kart atardı, pul atardı. Deyir, hacı öləndən sonra deyir, mən küçələrdə bizon kutusu yığıb satmağa başladım. Deyir, oğul, Allah deyir, belə insanları tarixdə 100 ildə bir yaradır. Dəymə, qoy oxusun. Allah Hacı Şahına rəhmət eləsin. Bunu sizə ona görə paylaşdım ki, dostlar, Ramazan ayıdır. Maksimum bacardığınız qədər ətrafınızdakı yoxsullara, kasıblara kömək eləyin. Kartını istədim, vermədi nənə, Allah ömür versin. Edilən yaxşılıq heç vaxt unudulmur. Allah hər kəsə kömək olsun. Ətrafınızdakı yoxsullara kömək olun, dostlar.